etmək olacaq. Bəli. Deyir ki, 41104 üstü kvadratın onluq say sistemində 8-ci say sisteminin təsvirində sıfırların sayı birlərin sayına nə qədər çoxdur? Deməli, hər ikisinin 8-ci say sistemində baxırıq. Sıfır simvolu ilə bir simvolun sayı nə qədər çox olduğunu axtarırıq. Əvvəlcə bunu biz 2-nin qüvvətləri şəklində yaza bilirdik. Düzdürmü? 41104-ün içərisində 2-nin ən böyük hansı ədədi yerləşir? Aysa. Yazıram 4096 üstə gəlsin neçə kimi? 8-in kvadratı. Biz bu tiplərdən çox işləmişik məncə. Ona görə şey deyil. Ne yazıram? Birincinin kvadratı. Yəni 4096-nın nəyi? Kvadrat. Götürə bilmirəm ki, siz görəsiniz. İstəyirəm ki, bu gün buradayıq. Kvadratı. Üstə gəlinsin. Birinci ilə ikincinin iki misli. Üstə gəlinsin ikincinin kvadratı. İki misli. Üstə gəlsin 8-in kvadratı. İndi bunu rahat-rahat açırıq. 4096-nın neçədir özü? 12, 224. 224'ü çevirirəm 8-li say sistemi. Necə yazdırırıq? 8-li say sistemini almaq üçün 2 üstü 3 yazdırdıq. 3 üstü neçə? 20, 8-i 24 edir. Yerdə qaldı 2 üstü 0 düzdür. 1 vurulsun 8 üstü neçə? 8. Bunu burada işarələdik. 4096 2 üstü 12'dir. 8 2 üstü 3'dür. Neçə elədi? 16. Buradan da 2 üstü 1. Hə, 2, 3, 5, bir dənə də 1, 216. 216. Yenə bunu 8-lik say sisteminə çevirirəm. 2 üstü 3, düzdür. 3-ü neçəyə vuranda 16-ya yaxın ədəd eləyir. 5-ə vuranda. Yerdə qaldı neçə? 2 üstü 1. Yazıram ki, 2 vurulsun 8 üstü neçə? 5. Bunu da işarələyirəm. Sonra 8-in kvadratı. 3 dəfə 2 neçə eləyir? 6. 2 üstü 3. 3'ü neçəyə vuran? 2 üstü 3 ona görə yazdıq ki 8-lik sayısını. 3 2'ye vuran neçə elədi? 6. Yerdə qaldı 2 üstü 0. 1 vurulsun. 8 üstü neçə? 2. İndi olan qüvvətlərin yerinə 1 yazacağım. 1 nədir? Olan qüvvətlərin qiymətlərini yazacağım. Olmayan qüvvətlərin yerinə 0. 8 üstü 8-in qiyməti 1'dir. 8 üstü 7 yoxdur. 6 yoxdur. Amma 5 var. 5'in qiyməti neçədir? 2'dir. 8 üstü 4 yoxdur, 3 yoxdur, amma 8 üstü 2 var, 1'dir. 8 üstü 1 də yoxdur, 8 üstü 0 da yoxdur. Bizdən nə soruşur? 8-lik say sisteminə təsvir elədim. Sıfırların sayı, sıfırların sayı neçə dənədir? 6. Birlərin sayından nə qədər çox olduğunu neçə dənə birimiz var? 2 dənə. Nə qədər çox olduğu dediyinə görə nə edəcəm? Neçə qaldı? 4. Oldu? Problemimiz var burada. Onur, Kurak. Məni dinlə. Sonra, bu gör nə qəşəng sualdır. Sistemə giriş üçün 8 simvolu 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 simvollu bir dənə nəyimiz var? Şifrəmiz var deyirsən. Hə. İlk 4 simvolu 1, 2, 3, 4. Yəni, bura qədəri. Azərbaycan əlifbasının kiçik hərfləri. Eyni zamanda onluq say sisteminin rəqəmləri. Azərbaycan əlifbasında 32 dənə kiçik hərf var. Onluq say sistemində 10 dənə nə var? Ədəd var. Toplayanda 42. Demək, ilk 4 simvola yazacağım 42. Davamında nə deyir? 5-ci, 6-cı mövqeyə söhbət buralardan gedir. Yalnız 16-lıq say sisteminin simvolları. 16-lıq say sisteminin 16 dənə simvolu var. 7-ci, 8-ci onluq say sisteminin və 16-lıq say sisteminin ədədlərini yazırıq. Bir dənə diqqət edəcəyimiz məqam odur ki, onluq say sisteminin rəqəmləri hansılardır? 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 16-lıqda da 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. A, B, C, D, Y, F düzdür. Zaten bunlar bir dənəsini götürəcəm. 9 dənə. Yəni ayrı-ayrıqda 26 dənə 9 dənə buradan. 6 dənə də oradan eləyəcək neçə? 16 dənə, düzdür? Daha doğrusu 0 da nəzərə alıram, 10 dənə də. 16. Digərləri də 16 yaz. Onda bizə nə verəcək? 42 üstü 4 vurulsun 16 üstü 4. Problemimiz var. Davam edir.
RGB sistemində kodlaşdırılmış belə bir ölçülü qrafik təsvir. Həcm bərabərdir. Qrafik məsələnin düsturu nədir? Həcm bərabərdir. A vurulsun B, vurulsun hansı düstur? N düstur. RGB-də 24 bitdir. Həcmi hesablamıram, bir dənə yerinə yazıram. A-nın qiyməti 2 üstü 10-dur. B-nin qiyməti də 2 üstü 11-dir. Rəng dərinliyi X olan kodlaşdırma sistemində onun həcmi 33 bayt olub. Bunda RGB 24 bit idi. Bir rəng dərinliyi bilmirəm nə qədərdir. Amma aynı və dəyişməyib də bizdə zaten düzdür. 2 üstü 10 vurulsun, 2 üstü 11 A və B. Rəng dərinliyi bilmirəm nə qədərdir. Rəng dərinliyi N-in birbaşa qiyməti olduğuna görə yazıram N. Bərabərdir 33 megabayt olub. N də bərabərdir. N-in yanında olanlar düşdü aşağı 221. 33 megabaytda çevirməliyəmmi nəyə? Nəyə çevirirəm? Bitə. 2 üstü 23. Bu da bərabərdir. 33-ü də 23-dən 21-in çıxan hissəsi qalır. 4, 2 üstü 2. 33-ü də 4-ə vuran neçə eləyəcək? 132. N-in qiyməti 132 oldu. Yəni bir nöqtənin yaxınlaşdığı yer 32 bitdi. Amma bizdən görə nəyi soruşur? Rəng çalarını soruşur. Yəni bizdən soruşur 2 üstü 132. Davam edək. Oldu mu? 5 simvollu 1, 2, 3, 4, 5. 5 simvol 760 müxtəlif vəziyyəti ifadə edir. Yəni x üstü 5 bizə nəyə bərabər? Bunlar da x-lər olsa, aha, 760-a bərabər, x bərabər olacaq nəyə? 4-ə. Necə ki, lampa məsələlərdə verilən ədədi biz verilmiş lampanın yadakı o rəng məsələsi var idi. Yanır, yanmır, göy, qırmızı, yaşıl rənglər var idi. Sayırdıq vəziyyətləri qoyduq. Burada isə bizə qüvvəti verib vəziyyətin özünü soruşur ki, neçə vəziyyət lazımdır. Oldu mu? Bu məsələ tiplərindən zəhləm gedir, amma baxaq. Zəhləm gedir üzəyindəki. Elmovamı gördüm, baxaq. Ona görə baxaq. Elçin, Elçin. Sonra Aylin. Aylin. Yaza bilmirsən? Atabəy. Elə də işləyə bilərsiniz. İşləyə bilərsiniz. Bakı, Sumqayıt, Gəncə. İndi mən bunu hamıya açıqlar istəyəcəm. Niyə çəkməmişsiniz? Belə bir şey yazacaqlar mən. Gəncə və Füzuli. Blok edəcəklər mən. Füzuli şəhərlərində işləyirlər. Onlardan ikisi iqtisadçı, biri həkim, digəri də müəllimdir. İki dənə iqtisadçımız var, gənclər. Gəncə şəhərində çalışan şəxs iqtisadçı deyil. Gəncəyə üstünə iqtisadçı yazıram və deyil. Zaten neçə dənə iqtisadçımız var? İki dənə iqtisadçımız var. Bu ikisindən biri. İqtisadçı deyil, digəri. Müəllim nə Sumqayıtda, nə də Gəncədə işləyir. Müəllim nə Sumqayıtda, nə də ki Gəncədə işləyir. Zaten Gəncədə 3 dənə ixtisasımız var idi. İqtisadçı, müəllim, həkim, düzdür. Bu Gəncədə işləyən iqtisadçı da deyilsə, müəllim də deyilsə, deməli bura kimi qaldı? Deyir ki, müəllim nə Sumqayıtda, nə də Gəncədə işləyir. Bu oldu kim? Həkim. Həkim. Müəllim Sumqayıtla Gəncədə işləmədiyinə görə biz artıq Sumqayıtda işləmir. Hə. Mən %100 bilirəm ki, iqtisadçının biri hardadır? Sumqayıtda, düzdür? Görək nədir? Cəmilə Bakıda, Elçin isə Gəncədə işləmir. Cəmilə Bakıda işləmir, Cəmilə hardadır? Elçin də Gəncədə işləmir, düzdür? Elçin və Atabəy iqtisadçı deyillər. Elçin və Atabəy iqtisadçı deyil, iqtisadçı deyil. Deməli, Atabəy həkim olma şansı yoxdur. Bu arada Elçin də Sumqayıtda yaşamır. Atabəy eyni zamanda Sumqayıtda yaşamır. Belə bir şey alındı. Füzulidə işləyən şəxs iqtisadçı deyil. Zaten bunu bayaq. Füzulidə də işləyən şəxs müəllimdirsə, müəllimdirsə. Bakıda işləyən nədir? İqtisadçıdır. İndi bir dənə də bir baxaq. Gəncə şəhərində çalışan şəxs iqtisadçı deyil. Okey. Həkimdir. Müəllim nə Sumqayıtda, nə Gəncədə işləyir. Müəllim nə Sumqayıtda, müəllim artıq tapmışam, Füzulidə işləyir. Cəmilə Bakıda, Elçin isə Gəncədə işləmir. Cəmilə ilə Elçini elədik. Elçin və Atabəy iqtisadçı deyil. Deməli, Elçin iqtisadçı deyilsə, Elçin müəllimdir Füzulidə. Atabəy deyir ki,
İqtisadçı deyil. 7. İkisinə də mənim düşdü axı, bir dəqiqə. Atabəyə biz gəncik. Bir dəqiqə, bir dəqiqə. Burada nəyi səhv elədik? Elçin Füzulidə müəllim Cəm. Artıq cavab almayan geri qalır. Elçini tapmışıq ki, Füzulidə müəllimdir. Cəmil Doğdu Sumqayıt ixtisasçı da cavab. Bilməyib, rus bilən burayla da düz getməyini istəyirdim. Cəmilə Bakıda, Elçin isə Gəncədə işləmir. Burada mən Atabəyi niyə Sumqayıta çıxaq yazmışam. Gəncə şəhərində Cəmilə Bakıda Atabəy Elçin iqtisadçı deyil. Okey, iqtisada yazdı. Zaten Atabəy olur həkim avtomatik olaraq. Müəllim zaten deyil. Cəmilə müəllim deyil, həkim deyil. Cəmilə Sumqayıt iqtisadçıdır. Belə çıxdım, elə bildirəm ki, orada nəsə bir şey oldu. Amma vaxtımız yoxdur. Fərdi komitənin növləri hansılardır? Ümid edirəm ki, biz bununla bağlı bir problem yaşamırıq, ha, gənclər. Düz yazmısınız. Düzdür? Nə yazmısınız? Evet. Baxım görüm. Növləri deyil. Matrisli, lazerli nəyin növüdür? Bəli, planşetdəki sensor ekranda getdi, bəli. Sonra 67-yə baxıram. Avtomatik qurğu. Bax, biz bu tipdə iş işləmişdik sizinlə. Sonuncu dəfə sizə əlavələr salmışdım 4-cü gün. Artıb azalan məsələlər oradakı idi. Hətta heç 4-cü gündən də əlavə 6-cı gündə ya son yarım saat məsələləri ayırmışdım. Və həmin o məsələlərdir. Avtomatik qurğu Unicode sistemində kodlaşdırılmışdı. Unicode-dadsa N-in qiyməti neçə bitdir? 16 bit. Unicode-da kodlaşdırılıb. 24 simvol əlifbaya keçən zaman N-in qiyməti neçə bit olacaq? 10 bit. İnformasiya həcmi bu qədər azal. 16 bitdə mənim həcmim nə qədərdir? X-dir. 10 bitdə həcmim nə qədərdir? X çıxılsın, 3 vurulsun, 212. Düzdür? Həmin mətni, bunu hələ tapaq biz əvvəlcə. 16x bərabərdir. Daha doğrusu 16x çıxılsın. 16 vurulsun, 3 vurulsun, 212 yazıram aşağıda, hesablamıram. Olar. Bu da bərabərdir nəyə? 10x-ə. X də bərabərdir 6x, düzdür? 16 vurulsun, 3 vurulsun, 2 üstü 12. Bu da bərabərdir mənfi 6x. X də bərabərdir 16 vurulsun, 3 vurulsun, 2 üstü 12 bölünsün 6-ya. İxtisarlar getdi. O da elədi 4, 8, 2 üstü 15. 2 üstü 15 mənim aldığım bu ikisinin qiyməti. Yəni 2 üstü 15 Byte almışam ha gənclər. 215 nə almışam? Byte almışam. İndi mənədir. Düsturumuz bu dəfə həcm bərabərdir. Simvol vurulsun n-dir. Düzdür? Həcmimiz 215 byte'dır. Simvol sayımız bilmirəm nə qədərdir. N-in qiymətini amma bilirəm nə qədərdir. Neçə bitdir? 16 bitdir. Düzdür? X də bərabərdir. Byte'dan yenə bitə keçməliyəm. 215 vurulsun 8 bölünsün 16-ya. Burada da qaldı 214. Mənim 214 dənə simvol sayım var. Bunu deyir ki, təzədən 32 simvol əlifbada kodlaşdır. Bax, birinci hissə, ikinci hissə. Bu da olacaq mənim üçün üçüncü hissə. Yenə eyni düsturdur. Həcm bərabərdir. Simvol vurulsun n. Simvol sayımız 214-dür. N-iniz nə qədər bu 32 simvol əlifbada? 5 bitdir. Bu da bərabərdir. Məndən cavabı byte istədiyinə görə bitdən byte-a keçəndə bölürəm 8-ə. 2 üstü 11 vurulsun 5. Bayit mənim həcmim oldu. Evet, burada bilinməmiş. Oldu. Aydan. Qaydıram növbəti suala. Altmış səkkizinci suala baxaq. Elə düşünürəm ki, 68-ci sualda rahat sualdır, bir problemimiz yoxdur. Printer kağız üzərində olan informasiyanı kompüterə daxil edən quruldu. Xeyr, nədir bu? Skaner. Monitor figür və şagil nöqtələrin sayının çözümlüyüdür. Düzdür. Printer sürəti 1 saniyədə çap olunan simvolu matrislidə elədi. Lazerlidə nə idi? 1 dəqiqədə çap olunan səhifələr. Lazeri günümüzdə istifadə edilir. Günümüzdə də səhifələr çap edir. Bu da düzdür. Monitorda piksellərin sayı nə qədər çox olarsa görüntü keyfiyyətsiz olar. Keyfiyyətsiz yox, keyfiyyətli. Klaviaturada bəs geç kursor soldakı simvolu silir. Düzdür. Cavabımız oldu nə? 2, 3, 5.
Ə, burada yaza bilmirmişim. Keçid edək. Hələ 20 sualımız var, hə? 70 deyil. Nə? Sadık oldu. Niyə yorğunsan? Pərvanə raster təsvirindən istifadə edərək 9 meqabaytlıq bir qrafik nəsə hazırlayır. Ay uşaqlar, bu arada bizim pərvanəni bilmirəm nə qədərdir. Ona görə 2 üstün rəng çalar var. Və bu en bitdə həcmi nə qədərdir? En bitdə həcmi 9 meqabayt özü mənə deyir ki, mənim en bitdə həcmim nə qədərdir? 9 meqabayt. Aha. Deyir ki, bu rəng çaları mən 256 dəfə azaltdım. Yadınızda saxlınıza şeydə bu cür yazmışdıq. 256 dəfə azaldanda böldüm 2 üstü 8-ə. Bu arada bunu buradan yazın. Bu da elədir. En çıxılsın 8. Deməli, mənim növbəti bitim nə olacaq? En çıxılsın 8 bitdə. Mənim həcmim 6 meqabayt azalır. Mənim həcmim nə qədərdir? 9. 6 meqabayt azalan neçə meqabayt olacaq? 3 meqabayt. Buradan rahat bir tənəssüb həll eləyə bilərəm. Bərabərdir 9n çıxılsın 72. Mənfi 6n bərabərdir 72. N də bərabərdir nəyə? 12. Gör bizdə nə soruşur? Rəng çalarını soruşur. N bir simvolun yaddaşlatdığı yerdir. Rəng çalan tapmaq üçün də 2 üstü 12-yə ehtiyacımız var. Oldu mu? Dostum, vaxt aparır, sualların adam görür. Xidməti klavişləri seç. F1-dən F12-yə qədər hansılardır? Funksiyalar. Kursoru idarə edənlər page'dan page'a, home, end. Yerdə qalanlar da nə olacaq? Xidməti klavişlər. Alt, S, insert. Hansılar olacaq? 3, 6, C variant. Müəyyən bir kodlaşdırılma sistemində görürəm hansı kodlaşdırma sistemindən söhbət gedir. Müəyyən bir kodlaşdırma sistemində hər bir simvol yaddaşda 16 bit yer tutur. Yəni bir simvolun yaddaşda tutduğu yeri yazıram ay uşaqlar. Nə qədərdir? 16 bitdir. Bu deməli 4 səhifədən ibarətdir. Bu arada bunu da yazın. Birinci səhifə, ikinci səhifə, üçüncü səhifə, dördüncü səhifə. Hər biri bir-birindən 3 dəfə azdır. X, 3x, 9x, bir də 27x. Hər biri bir-birindən 3 dəfə azdır. Və ümumi həcmim 6400 nədir? Baytdır. Bunlar toplayan neçə eləyir? 40x. 40. 40x bərabərdir 6. X də bərabər nəyə? 160-a. Bura qədər tamamdır. İndi biz burada nəyi axtarırıq? Simvol sayını axtarmalıyıq. 160 bayt tapmısınız sələsiz, düzdür? Həcm bərabərdir. N vurulsun S düsturu. N-imizin qiyməti bəllidir. Nə qədərdir? Hər biri bayaq demişdi ki, 16 bitdir. Səhifə sayı bilmirəm nə qədərdir. 160 da nədir? Baytdır. X də bərabər. Baytda nəyə keçəcəm? Bitə. 160 vurulsun 8 bölünsün 16. Bu da eləyəcək nəyə? 80. Düzdür? Düz elədik. 10, 80. İndi bizdən soruşur ki, birinci və üçüncü. Birinci 80-dir. Üçüncü nə qədərdir? 720. Oldu mu? Bitmiş üç çətindir. Yola varsan fəsində. 3 dənə yol olan hansıdır? 4. 5 dənə yol olan 4. Bax, 1, 2, 3, 4, 5. Bir də 3 dənə yol olanını axtarıram. 3 dənə yol olan hansıdır? D. 2 də oldu D. 2-nin, D-nin qonşuları C və Y-dir. D-nin qonşuları biri 1-dir, biri nədir? D-nin qonşuları, bax, biri 1-dir. 3 nəfər hanı D ilə kəsişir. Bir də 6-dır. Qonşu kəsişdiyi nöqtələr 6-dır. Deməli, A ilə G nə qaldı? 3 ilə 5. Yəni 1 ilə 6-nın A və G olma şansı yoxdur zaten. Qaldı 3-ə getdi A, 5-ə də getdi nə? C. 3 ilə 5. Qurtardı getdi. Mənimcə olsun maraqlı deyil hansı harda yerləşir. Yəni 3-dür yoxsa şeydir. Aralarındakı məsafə də soruşun. Deyir ki, əmələ gətirildiyi say sistemi ifadə edin.
Heç nə yazaq da. Əmələ ikilik 16 sayısını əmələ gətirirdi. İkilik ədədi 16 sayısını ifadə edir. Hə, boş yazılacaq yeri deyirəm, axı bu boş ədədi 16-lığa çevirəndə 2 rəqəmlər də alınmalıdır. Axı bu niyə bir rəqəmli yazır? Ancaq buranı deyir. Aşağılar 1 ilə 1 toplayan neçə eləyir? 2, 0 yazıram, 1 yadda. 1 ilə 1 toplayanda 2, 1 yadda 3, 1 yazıram, 1 yadda. 1 ilə 0 toplayanda 1, 1 yadda 2, 0 yazıram, 1 yadda. Burada 0 alınması üçün, bax 0 alınması üçün 0-ın üstünə 0 gəlsəm, 0 ilə 0, 0, 1 yadda, bura 1 yazılacaq. Deməli, burada 1 imiş ki, 0 ilə 1 toplayanda 1, 1 yadda neçə eləyəcək? 2, 2-dən 2-sini çıxanda 0 bura yazaq. Sonra 1, burada 0 yaza bilərəm, 0, 1 yadda 2. 2-dən 2-sini çıxanda 0, 1 yadda. Yenə bura baxıram, 1, yenə bura nə yazacağım? 0, 1 yadda idi. 2, 2-dən 2-sini çıxan nə qalacaq? 0, 1 yadda. 0, burada təzən 0 alınması üçün 1 yazmalıyam. 1, 1 yadda. 2, 2-dən 2-sini çıxanda 0, 1 yadda. 1 ilə 1 toplayanda 2, 1 yadda 3. 3-dən 2-sini çıxanda 1, 1 yadda, 1 də bura gəldi. Deməli, ədədim bu ədəddir. İkilikdə bax, sırf bu hissəsi istəyir ki, 16-lığa keçir. 1, 2, 4, 8 qaydasıyla keçirdim 16-lığa. Bu da bizə verdi 9. Bu da rahat ədəddir. 2-nin ən böyük qüvvəti hansıdır bunun içərisində? 510. 2. Üstə gəlsin 4-ün kvadratı. Birincinin kvadratı. Üstə gəlsin birinci ilə ikincinin hasili. Üstə gəlsin ikincinin kvadratı. 512-nin kvadratını indi gedirəm həll eləməyə. Hansı say sisteminə çevirməliyəm? 16-lığa. 218. 2 üstü 4'ü yazıram. 4'ü neçəyə vuranda 18 edir? 4 4'ə vuranda 16, 2 üstü 2. 4 vurulsun. 16 üstü neçə? 4. Götürdüm. 2 üstü 9. 9 ilə 2. 11. Bir də 12. 2 üstü 12'ni yazıram. 2 üstü 4. 4'ü 3'ə vuranda 12. 2 üstü 0. 1 vurulsun. 16 üstü neçə? 3. Sonra bir dənə də ədədimiz qaldı. 4. 4. 2 üstü 4. 4'ü neçəyə vuranda 4 alaram? 1'ə vuranda. Qaldı neçə? 2 üstü 0. Bu da elədir. 1 vurulsun. 16 üstü 1. Düzdür? 16 üstü 4'ün qiyməti 4'dür. 3'ün qiyməti 1'dir. 2'nin qiyməti yoxdur. 1'in qiyməti 1'dir. 0'ın qiyməti də yoxdur. Bizdə hansı say sistemdə 16-lıqdadır? Hansı cavabdır? C variantı. Qrafın nəyi soruşur? Birlərin və sıfırların sayı necə? Biz bunun üçün düsturumuz var idi. Təpənin kvadratı mənə verir nə? Ümumi sıfıra birlərin sayı. Neçə dənə 0 və 1 var? 3, 6. 6'nın kvadratı 36 dənə bizim 0 və 1'imiz var. Ümumi 0. Birlərin sayını tapmaq üçün tillərin sayını vurdum. Neçə dənə tilimiz var? 1, 2, 3, 4, 5, 6, 7, 8. Tilin sayı nə qədərdir? 8. Tilin sayını vuranda 2'yə alırdıq nəyi? Birlərin sayı. Ümumi kvadratların sayından da tillərin, yəni birlərin sayını çıxanda bizə verir sıfırların sayı neçə eləyəcək? Bizdən nəyi soruşur? Neçə vahid çoxdur? Sıfırların. Sıfırların sayı 20'dir. Bunun da sayı 10'a. Vahid çoxdur deyəndə çıxıram. Neçə qalacaq? 4. Oldu? Sonra bu da asan. Dövrələrin sayı. Dövrələrin sayı üçün sizin üçün rahat bir üsul öyrətmişdim. Birinci, bir dənə, 2 dənə, 3 dənə. Sonra kəsişən nöqtələr sayıram. 4, 5, bir dənə də opşi 6. Ən rahat üsul budur. Ortaları sayırsam 1, 2, 3, kəsişmə nöqtələr 4, burada da kəsişmə yer 5, bir dənə də ümumi 6. Yaxşımı? Və o kvadrat vardı. 6. Dövrə deyir, qapalı yol. Bir təpədən çıxıb təzədən həmin təpəyə qayıdıramsa bu dövrə idi. Ay, dağlamaq istəyirəm. Nədir? Nə qədər kvadrata yüksəltdik biz? İşte öğrenmiş valla.
Bayaqdan elə kvadrata yüksəldirərsən. Nə yazacağım? 2048 də gəlsin neçə? 8. 211 eləyir də, düzdür? 211-in kvadratı. Üstə gəlsin 211 vurulsun 2 üstü 3 vurulsun 2 üstü 1. Üstə gəlsin 2 üstü 3-ün kvadratı. Biraz açıq yazdım ki, hesablayın, rahat hesablayın. İndi 2 üstü neçə? 22. Nəyə çevirirəm? Həm 8-liyə çevirəcəm, həm 16-lığa. Əvvəlcə 8-liyə çevirək, sonra şeydir. 2 üstü 3. 3-ü neçəyə vuranda? 3 dəfə 7-ni 21. Nə qaldı? 2 üstü 1. 8 vurulsun. Daha doğrusu 2 vurulsun. 8 üstü neçə? 7. Bunu burada götürdük. 11, 3, 1 neçə elədi? 15, düzdür? Yenə 2 üstü 3. 3-ü neçəyə vuranda? 5-ə vuranda 15. 2 üstü 0 qaldı. 1 vurulsun. 8 üstü neçə? 5. Aferin bizə. 3 dəfə 2 neçə eləyir? 6. 2 üstü 3. 3-ü neçəyə vuranda? 2'ye vuranda 6. 2 üstüne qalacaq 0. 1 vurulsun. 8 üstü neçə? 2. Və 8-lik say sistemin ədədlərini yazıram buradan. 8 üstü 7-nin qiyməti 2-dir. 8 üstü 6 yoxdur. 5 buradadır. 4 yoxdur. 3 yoxdur. 2 var. 1 yoxdur. 8 üstü 0 da yoxdur. Bunu burada saxlayıram. İndi bax bunu 16'ğa çevirirəm. Da eyni ədəddir də. Yazacağım 2 üstü 4. 4'ü neçəyə vuranda 16'ya yaxın 22'ni almaq üçün 4 dəfə 5'in 20 qalacaq neçə? 2 üstü 2. 4 vurulsun. 16 üstü neçə? 5. 2 üstü 15'dən 4. 4'ü 4'ə vuranda 16 edir. 3'ə vuranda 12. 15'dən 12'sini çıxan neçəsi qalacaq? 3. 8 vurulsun. 16 üstü neçə? 3. 2 üstü 6. 6'ya baxaq. Deməli 2 üstü 4. 4'ü 1'ə vuranda 4. 4 altdan 4'ün çıxan neçəsi qalır? 2. 4 vurulsun. 16 üstü 1. 16'nın ədədlərini də yazım aşağıdan. Deməli 16 üstü 5'in qiyməti 4'dür. 16 üstü 4 yoxdur. 3'ün qiyməti 8'dir. 16 üstü 2 yoxdur. 1'in qiyməti 4'dür. 16 üstü 0 yoxdur. 16 üstü 1 yoxdur. Yoruldum. Burada nə soruşur indi bizə? Burada neçə dənə 0 var? Burada 5 dənədir. Burada neçə dənə 0 var? Fərqini soruşur. 1. 5-dən də 4'ü çıxanda 1. Nasıl düşünüyorum? Evet, baxın. Seninki deyil. Allah bilir hansınındır. Məncə də kameramdır. Baxın. Deyəcəm. 2'nin hansı qüvvətləri var? 10, 9, 8, 7, 6, 5. 5. 5 yox imiş. Arada deyin dayanın var. 10, 9, 8, 7, 6, 5, 4, 3, 2, 1, 0. 2'dən də 8'yə keçirəm. 3, 3 bölürəm. Tak, tak, tak. 7, 3, 7, 3. Yəqin bunu hesablaya bilmişsiniz. 80'i neçə almışsınız? Kilobayta çevir deyir. Onu vuracaqsınız 1024'ə. Böyle bunu böləsiniz. Baytdan kilo 1024'ə. Sonra 213. Bu eləyəcək 3 kilobayt. Düzdür? 13'dən 10'a. Bu zaten 3 kilobaytdır. 22'dən də baytdan kilobayta keçirsiniz. 210. 212 üstə gəlsin 4096. Toplayana nə verirsə? Neçə? 14. Dəqiq. Evet. Sizə güvənirəm. 81-ci sual. 8 üstü 6. Yadınızdasa demişdim ki, olan qüvvətin yerinə 1 yazırıq həmin say sistemində. Olmayanların yerinə 0. 8 üstü 6'nın qiyməti var. 8 üstü 5 yoxdur, 4 yoxdur, 3 yoxdur, 2 yoxdur, 1 yoxdur, 0 yoxdur. Düzdür? 8'lik say sistemində. 3'ü də 8'lik say sistemində elə
3'dür də 8 say sistemində çıxırıq bir-birinə. Buradan hər birinə o necə ki şey ayırırsınız. Prosta normalda biz onluq ayırırdıqsa burada nə ayırırdıq? 8 ayırırdıq da bir dənə 8 düzdür. Bu oldu 8. Amma bunların hər biri neçə oldu elə bir sıfıra? 7'lər oldu. Ay sağ ol. 8'dən çıxan neçəsi qalacaq? 5. Bunlar neçə oldu? 7, 7, 7, 7. İndi mənə deyir ki, ilk və son rəqəm. İlk rəqəm 7-dir, son rəqəm neçədir? 5'dir. 12'ni də deyir, bunu 8'likdə ifadə edir. Və təzədən 12'ni də 8'likdə ifadə edirəm. Bir dəfə 8'in 8'i neçə qaldı? 4. Elədi bizdə 1, 4 C variantı. 256 rəng çalarlı, minimal bit sayı ilə kodlaşdırılmış qrafik təsvir. Piksel sayını saxlamaq. 64 rəng çalı minimal bit sayı kodlaşdırılırsa, həcmi 2 MB hazırlarsa. 256 rəng çalarında bir simvolun yaddaşlatdığı yer nə qədərdir? 8 bitdə. Həcmimiz bilirik nə qədərdir? Yox. Piksel sayını saxlamaqla 64 neçə bit olduğunda? 6 bit. Həcmim nə oldu? Azaldı. Düzdür? 6 x bərabərdir 8x çıxılsın neçəyə? 16 mənfi 2 x bərabərdir mənfi 16 x bərabərdir 8-ə. 8 bitdə mənim həcmim 8 megabaytdır. Düzdürmü? Buradan avrosun beyni axtarıram da, düzdür? Elədir deyəsən məncə, hə. Avrosun B bərabərdir. Həcmi nə qədər? 8 megabayt. 8 vurulsun 2 üstü 23 bölünsün megabaytdan bitə keçirəm də. Bölünsün nəyə? 8'ə. Bu da qaldı 2 üstü 23. Mənim piksellərimin sayı 2 üstü 23'dür. Prosta baxın görün bunlardan hansısa 2 üstü 23 verir. C variantı üstü. Hı? Nə qaydı? Hardasan? Bu rahatdır. Yazmaq olar. Unicode-da 256 səhifəli kitabın 64 sətri var. Bir səfədəki simvol sayın həcm bərabərdir. S vurulsun, S vurulsun, S vurulsun nəyə? 2 bayta. Yenə en Unicode-dur, ASCII-dir. Bir də ki, standart əlifbadır. 256 səhifəm var, 40 dənə sətrim var, 2 baytdan hesablanıb səhifə simvol sayını axtarıram. Həcmim nə qədərdir? 400 kilobayt. X bərabərdir. Kilobaytda nəyə keçəcək? Bayta 2 üstü 8 vurulsun 40 vurulsun 2. 1. İxtisarlar getdi. Burada qaldı 2. Burada 20 qaldı. 420'ye bölü neçə düşür? Hı? 420'ye bölündü 20 düşürdü. Hə? Hə. Aşağıda 84-cü sual rahat deyə bilirəm ki, bir şey yoxdur. Yəni 2-yə bərabərə gedəcəksiniz. Bəli, hamısı hesablayıb yazasınız. 85-də. 86-da 87. Oyda 88'də yenə bunlar nə qədər qüvvət salıblar? Nasıl güvenilir? 85. OTK-ya da gedin. Bir dəfə eləyiblər də. Aşağı, bunu normalda belə tək-tək də yaza bilərik. Bayaqki qrupda tək-tək yazdıq. Sizinlə ağız üsuluna yazaq. Baxın. 3'ü kodlaşdıra bilərəm. Nə ilə? 3, 5, 8, 6 ilə. 3'ün özü təkrarlana bilər, amma 8 falan təkrarlana bilməz. Diqqətiniz burada olsun. 3'ün yanına təzədən nə yazaram? 3, 5, 8, 6. Düzdür? 5'də yazıram. 5'də yazıram. 5'in özünü yaza bilmərəm. 5'in özünü. Amma 3 yaza bilərəm. 8 də yaza bilərəm. 6 da yaza bilərəm. Düzdür? Nəyə görə 5 yaza bilmirəm? Çünki təkrarlama olmamalıdır. Elə bil ki, 356, 358, 353 ola bilər. Yenə 3'ün özünü yaza bilərəm, amma 8'in özünü yaza bilmərəm. 5 və 6'nı yaza bilərəmmi? Yaza bilərəm. Yenə burada 6'nı yaza bilmərəm, 3'ün özünü yaza bilərəm və 5 ilə 8'də yaza bilərəm. Neçə dənə variant oldu burada? 3, 3, 3, 9, 4, 13. Sonra keçirəm 5'ə. 5'dən, bax 5'dən 5 yaza bilməyəcəm. Ancaq 3, 8, 6 ilə. Yenə 3'ün özünü yaza bilərəm, 8 və 6'nı yazacağım bura. Sonra 8'in özünü yaza bilmərəm, 5'in özünü yaza bilmərəm, 3'ü yazacağım, bir də nəyi yazacağım? 6. 6'nın özünü yaza bilmərəm, 5'i yaza bilmərəm, 8'i bir də nəyi yazacağım? 3'ü. Burada neçə variant oldu? 7. Diqqət eləsəz, 5'dən sonra nə gələcək? 8. 8'də yenə buradan 8 yaza bilmərəm. Nə yazacağım? 3, 5, 6.
3 yaza bilərəm, 5 yaza bilərəm, 6 yaza bilərəm. Burada 5-i təkrar edə bilmərəm. Ancaq nəyi yaza? 3 ilə 6-nı yaza bilərəm. Burada ancaq 5 ilə 3 yaza bilərəm. Burada neçə variant elədi? 7. Sonra 6-nı yazıram. Yenə 3, 5, 8 yazacağım. Çünki 6-nı özü təkrarlana bilməz. Yenə 3, 5, 8-i burada yazdım. 5 ilə 6 burada təkrarlana bilməz. Yalnız 3 ilə 8 istifadə olunacaq. 6 ilə 8-dən təkrar istifadə edə bilmərəm. 3 ilə 5-dən istifadə edəcəm. Yenə burada da 7. 7, 7, 7, 13. Toplamda neçə eləyəcək? 34. Şeylə də yazmaq olardı o bir üsulla da. 86 düşünürəm ki, rahat sualda artıb azalda bilərsiniz. 87-yə baxaq. Video yaddaşını. Video yaddaşını tutduğunu hardan görə bilirsiniz? Bir də ekran düyümünü ölçüsün. Hardan bilə bilərik ki, bu hansıdır? Hardan bildiniz? Ekran. Rıza. Ana bu düyüm. Ekran düyümünün ölçüsü nə qədərdir? Evet, sizi gözləyirəm, gənclər. Bunu şey deyil. No. Nədir? Ekran düyümü 16'dır bunların. Video yaddaşı nə qədərdir? Video yaddaş. Ana bu video yaddaşını tutma, heç mən də görmədim. Hə, nə qədərdir video yaddaşını tutma? 8 gigabayt. 88, 89, 90. Gəlin 90'ı yazın. Yaxşı ya da belə sırayla gedim. Onsuz yazmalıyım da kimi yazacağım. Baxaq. Hələ sizə raster qrafikası keçəcəm. Raster nədir? Məsələn, onları yazdırım. Onluq say sisteminə verilmiş bu ədədin üzərinə ifadə 8-ci say sistemində simvollar say hasilini hə, rahatdır. Ən böyük ədədimiz hansıdır? 2 son 8192. Üstə gəlsin neçə? 2 üstü 2-nin kvadratı. Birincinin kvadratı. Birbaşa yaza bilərəm. 26. Birinci ilə ikincinin iki misli. Neçə eləyəcək? 15, 16 düzdür. Üstə gəlsin ikincinin kvadratı 4. İndi 8-yə çevirirəm. 2 üstü 26-nı 8-yə çevirən nə alacaq? 2 üstü 3. 3-ü neçəyə vuranda? Deyən say normal say sistemi sual yoxdur. 3 dəfə 8-in 24, 2 üstü 2 qaldı. 4 vurulsun 8 üstü 8. Burada bir problemimiz var. Yox. 2 üstü 16. 2 üstü 3. 3-ü neçəyə vuranda? 3 dəfə 5'in 15. 2 üstü 1 qaldı. 2 vurulsun 8 üstü 5. Bu ikinci. 2 üstü 4'ü alıram. 2 üstü 3. 3'ü neçəyə vuranda? 1'ə vuranda. Burada bizə verəcək 2 üstü 1. 2 vurulsun 8 üstü neçə? 1. Baxın görüm hansı qüvvətlərimiz var. 8 üstü 8'in qiyməti 4. 7 yox. 6 yox. 5'in qiyməti 2'dir. 6'nın qiyməti, daha doğrusu 4'ün qiyməti yox. 3'ün qiyməti yox. 2'nin qiyməti yox. 1'in qiyməti neçədir? 2. 0'ın qiyməti də yoxdur. Bu 8. 36'nı da 8'yə çevirə bilərəm. 4 dəfə 8'in 32, 4. 44. Üstünə gəlirəm 44'ü 8'likdə. Toplayanda bizə nə verəcək? 4, 6, 3 dənə 0, 1, 2, 3, 2, 1, 2 dənə 0, 4 də burada 8'likdə. Deyir ki, 8-ci say sistemi 0 və 4 simvolların hansı? Neçə dənə 0 var? Bilək. 5 dənə. Neçə dənə hasili? Sayın hasili. 2 dənə. Azam verilir. Neçə eləyir? 10. Onu da deyir ikili say sistemində ifadə et. Onu da 2'ye bölürəm. 5 dəfə 2'nin 10, 0. 5'i böldüm 2'ye. 2 dəfə 2'nin 4, 1. 2'ni böl bir dəfə 2'nin 2, 0. Nə verdi? 1, 0, 1, 0. Sür. Davam edək.
Mən 89. 90-a baxa sonra ona baxarıq. Yorulsam ona da baxmayacağım. Unicode-da kodlaşdırılmış sistemdə həcmi 24 megabayt olan, kimsə də gəlib yazacaq ki, mənim oradan izah eləyirsiniz. Yaxşı eləyirəm, baxma. Unicode kodlaşdırma sistemində həcmi 24 megabayt olan sənəddə mətn informasiyası ilə yanaşı 5 ədəd 1 megabaytlıq qrafik təsvir. 29 megabaytlıq bir sənədim var, mətnim var, mətn. Bunun 5 megabaytı qrafik şəkildir. Yerdə nə qədər qalacaq? 24 megabaytı. Bunu da bilirəm ki, 6 simvollu, 64 simvol əlifba ilə kodlaşdırılır. Bizə nəyi soruşur? Həcm deyir nə qədər olar? Burada 24 megabaytdır. Simvol sayını dəyişmədən. Həcm bərabərdir, həcm bərabərdir. Əvvəlcə şeyi tapım da, bu simvol sayını tapım Unicode-da olar. Deməli, simvol vurulsun n. Mənim həcmim bəllidir 24 megabaytdır. Mən simvolun sayı tapım ki, 64 simvol əlifbada kodlaşdırım bunu. Və simvol sayım x-dir. Enim amma verilib bizə. Nə qədər verilib? 2 bayt. X bərabərdir 24 vurulsun 2 üstü 20 bölünsün nəyə? 2-yə. Bu da elədir 24 vurulsun 2 üstü 19 mənim simvol sayım var. Onu axtardım. İndi bax bu simvol sayına nə edirəm? 64 simvolu yenə həcm bərabərdir simvol vurulsun n düsturu ilə. Simvol sayım 24 vurulsun 2 üstü 19-dur. Bir simvolun yaddaşda tutduğu yerdə 6 bitdi. Bunu təzədən deyir mənə megabaytla göstər. Çünki baxmalıyam ki, bu megabaytla bu megabayt arasındakı fərq nə qədərdir. Bitdə megabayta keçəndə 223-ə bölürəm. Elə 19 ilə 23 getdi, burada 16 qaldı. 16 ilə 24 8-ə getdi, burada 2 qaldı, burada 3 qaldı. 2 ilə də 6 getdi, 3 çevranda oldu 9 megabayt. 24 megabaytdan 9 megabayta düşdü. Nə qədər azaldı? Nə qədər azaldı? 15 mi? Cavab olacaq 15 megabayt. İndi buna baxaq. 5 dənə yol olan hansıdır? Onsuz bunlar hamısı bir-birinə. Bizə nəyi soruşur? D və Y arasında necə? Bir dəqiqə. D nöqtəsi nə qədər olan yolun uzunluğu cəmi nə qədər? D-dən Y-yə. D-dən Y-yə. Buranı axtarırıq. Düzdür. Bizim 5 dənə yolumuz olan M-dir. M T hərfidir. M bizdə T-dir. Kırmızı götürürəm, qara olur yenə. M T hərfidir. T-də 6 nədir? 2, 4, 6 deyirsən. 2, 4, 6. 6 da T-dir. Ən çox olan T deyil. Yerdə qalanları 2 dənə yol olan var. 2 dənə yol olanlar qıraqdakılardır. Ya bunu A verirəm. Zaten çünki hər ikisinin qonşuları eyni olur da. Hər ikisi T ilə qonşudur və hər ikisinin qonşusu 3 dənə özündən başqa, bundan başqa 2 dənə yola birləşdirir. M1-ə bunu verirəm A-na. H-a da verirəm. Zaten mənə H önəmli deyil. H-a da verirəm. Digər 2 dənə yol olan hansıdır? M3. Bunlar H oldular. Düzdür. Aynen kəsişən. Bizə S ilə və D lazımdır, düzdür? Bax, çox qəşəng burada şey çıxır ha. Aynen kəsişən hansıdır? M2. M2-nin S olma şansı yoxdur. Getdi. Yəni M2 getdi. Sonra M5 ilə kəsişən hansıdır? M5 ilə kəsişən. Onda Y olma şansı yoxdur. Bir dəqiqə, M3 ilə, üzr istəyirəm. M3 ilə kəsişən. M3 ilə kəsişən hansıdır? M4. M4'lər getdi. Zaten bu şeyi tapmışdım. M1'i tapmışam adı. M5'i tapmışam. M3 H idi. M2 və M4'ün olma şansı yoxdur. M6 və M7. C və D-nin M6 və M7 olma şansı var. Bitdi. M6 və M7-nin də ortaq nöqtəsi nə qədərdir? Özləri bir-birinə neçə ilə kəsişirlər? 5 ilə kəsirlər. Deməli cavabımız oldu 5. Mən 5 aldım. Bir dəqiqə. D-dən Y nöqtəsi yol uzunluğun cəmi nə qədərdir? Ayda hələ var D-dən yeni tapmışam ki, mən 5-dir. D ilə yeni tapdım mən. C ilə D-ni tapdım mən. C ilə D nə qədərdir? M6, M7, C və D. Bizdən başqa şey soruşur, ay uşaqlar. B-dən C-yə, B-dən C-yə və D-dən Y-yə. Bizə lazımdır, bu ikincisinin aralığı yox.
Səhv axtarırıq. Bizə lazımdır burayla buranın aralığı. Deməli, M7-nin kəsişdiyi haradır? Bir dəqiqə. M6. M6-nı nə vermişdim? Hə, bu. M2 ilə kəsişməsi nə qədərdir bunun? 13. O 13-ü götürürəm. Bir də gedirəm M7-nin digəri ilə M4 ilə kəsişməsi. 7-ni götürürəm. 13 ilə 7-ni toplayanda da 20. Bunu soruşurmuş bizdən. Neysə belə. Bitti. Neysə bitti. Ben de bittim ama.